dünya dəyişir, geosiyasi reallıqlar dəyişir, yeni güc mərkəzləri formalaşır. Elə güc mərkəzi. Bax, bu çox ciddi bir məsələdir. Əslində, indi bir Zoom bağlantımız da olacaq. Şəhla xanım, mən sizi salamlayıram. Bu sualı sizə də ünvanlayacağım. Amma Elman müəllim, bax, bu güc mərkəzi Türk dünyası, yəni Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsini söylədi İsmail bəy. Bunu görürsünüzmü siz? Çünki bu güc mərkəzi dedikdə bu qlobal oyuncudan gedir söhbət. Türk Dövlətləri Təşkilatı qlobal oyuncuya çevrilə bilərmi? Yoxsa İsmail bəy iki güc mərkəzinin arasında balanslaşdırıcı bir mövqe tuta biləcək regional bir təşkilatdan danışmaq istəyirdi. Çünki mən biraz anlaşılmadı mənim üçün. Bir dünyada bir qloballaşan güc mərkəzləri formalaşır, qlobal güc mərkəzləri. Və mən hesab edirəm ki, bu güc mərkəzlərinin özü ilə bağlı olan bir qədər güc mərkəzləri də formalaşmağı bilir. Məsələn, bu günlər dünyanın qlobal şimalın, zəngin şimalın güc mərkəzi Birləşmiş Ştatlardır. Amma ona alternativ bu günlər qlobal cənub da formalaşır. Həmin qlobal cənubun güc mərkəzi Çindir. Bunu artıq etiraf edilir. Əslində, hələ qlobal cənub özü biraz tezli demək. Çünki onlar bir-birindən dil tapa bilməyən daha çox mərkəzlər. Faktik Çin. COP29-u keçirərkən də qlobal şimal və qlobal cənub arasında bir körpü rolunu oynadı. Və biz daha çox qlobal cənubun təmsilçisi kimi çıxış edirik. Və bu reallıq fonunda... Bəs Türkiyə? Bu reallıq fonunda Türkiyə gəldiysə, Türkiyə bilirsiniz ki, bütün parametrlərinə görə özü çox güclü bir dövlətdir. Hərbi baxımdan NATO-da ikincidir. İqtisadi baxımdan Avropanın 6-cı, 7-ci dövlətidir. Dünya 20-liyində iqtisadi baxımdan 19-cu, 18-ci yerləri paylaşır. Yəni, iqtisadi, hərbi nöqteyi nəzərdən Türkiyə özü bir gücdür. Amma eyni zamanda Türkiyə məlum müqavilələr çərçivəsində və 52-ci ildən NATO ölkəsidir. Bu baxımdan qlobal şimalın tərəfində çıxış edir. Onun məlum sənədlər və s. bunu deməli. Biz yəni qlobal cənubun tərəfindəyik, belə dediniz. Türkiyə isə və bu bizim münasibətlərə mane olur. Demək, bu özü bir yaxşı modeldir də, əgər siz dediyiniz kimi. Azərbaycan körpü rolunu oynayır və Türkiyənin elə bir siyasət həyata keçirir ki, Türkiyə çox müstəqil siyasətdir və Türkiyənin bir çox hallarda öz maraqlarından çıxış edərək və öz maraqlarını çox kəskin şəkildə müdafiə edir. Desən ki, Türkiyə qlobal şimalın birbaşa üzvüdür, o klassik anlamda deyil. Onsuz heç kim yoxdur qlobal şimalda, tam hamısı üzvü olsun. Qlobal şimalda bu və digər qərar qəbul edilə ki, Türkiyə onun əleyhinədir və bir çox halda bu davranış qlobal cənubla Şanxayın qəbul etdiyi razılaşmaların üst-üstə düşə bilir. Bax, mən bu məntiqlə söyləyirəm. Və eyni zamanda Türk Dövlətləri Təşkilatına gəldikdə bu günləri Türk Dövlətləri Təşkilatı dünyada desən ki, bir qlobal güc mərkəzidir, bu düzgün olmaz. Bu biraz şişirdilmiş yanaşma olardı. Amma Türk Dövlətləri Təşkilatının potensialı çox böyükdür. Mən ərazini nəzərdə tuturam, iqtisadiyyatı nəzərdə tuturam, resursları nəzərdə tuturam, insanın potensialını nəzərdə tuturam. Və bu potensial nə üçündür? Və bu potensial birləşir və bu potensialın birləşməsi və bunların birlikdə olması heç bir halda üçüncü tərəfi hədəf almayıb. Bu birlik bizim özümüzün üzləşdiyimiz problemlərin həllinə dəstək anlamındadır və bu daha çox siyasidir, iqtisadidir, mənəvidir və biz bunu hal-hazırki vəziyyətdə bir hərbi alyans kimi, bir nə bilim NATO dövlətləri, NATO təşkilatı, yəni onun analogu kimi deyil. Yox, aydındır. Bax, bu əgər güc mərkəzi nə çevriləcəksə, yəqin ki, özü müstəqil güc mərkəzi olmayacaq. Bu ya qlobal cənubun, ya da qlobal şimalın yanında olmalıdır. Doğrudurmu? Yoxsa... Yəni, bunlar qlobal güc mərkəzləri bugün formalaşıb, amma sabahki reallıqlar və hər ki, bu Türk Dövlətləri Təşkilatının potensialı və onun dünyadakı nüfuzu, proseslər, təsir imkanları o qədər böyüyə bilər ki, hətta ayrıca bir mərkəz kimi, güc mərkəz kimi də çıxış edə bilər və nəzərə alsaq dünyada bugünlər... Amma bu olana qədər hansı yerdə duracaqdır? Çox güclü dünya bugünlər reallaşmaqdadır. Mən elə gəlir ki, Türk Dövlətləri Təşkilatı əslində onun davranışı əsas qlobal güc mərkəzləri ki var, şimal və qlobal cənub və daha çox orta mövqedə və eyni zamanda davranışı isə harada
Türk Dövlətləri Təşkilatı maraqları təmin olunur. Harada Türk Dövlətləri Təşkilatı öz stratejik niyyətlərinə çatmaq üçün mövcud potensialdan istifadə edə bilər. O ilə daha çox inteqrasiya və bugünkü tendensiya bəli odur. Amma dünya o qədər sürətlə dəyişir, o qədər çox sürətli proseslər gedir ki, yəni Türkiyənin gələcəkdə özünün ayrıca bir güc mərkəzi kimi formalaşması və eyni zamanda bayaq söylədiyim iki mühüm güc mərkəzi ilə bu və digər məsələlərin inteqrasiyaya girməsi və s. bunlar da baş verə bilir. Ancaq potensial böyükdür və bu günləri hərbi komponent məsələləri elə də gündəmdə deyil. Hətta ərəb dövlətlərinin bir ərəb dövlətlərinin özünün bir NATO-su yaratma ideyası daha çox aktualdır və daha çox səslənir. Ərəb dövlətlərinin. Nəinki bu günlər Türk dövlətlərinin bir hərbi komponent və düşünmürəm ki, ümumiyyətlə Ərəb ölkələrinin bir NATO-sunun yaranması real görünür. İslam ölkələrinin, yəni İslam Dövlətləri Təşkilatının NATO-sunun yaranması biraz daha 22 ölkə var və bunlar daha çox bu məsələn iddiaçı kimi çıxış edir. Amma bir-birindən dil tapa bilmirlər. Problem oradadır və Türkiyəsiz, Pakistansız tutaq ki, Ərəb ölkələrinin potensialı nə olacaq, amma bunlar olsa nə olacaq? Yaxınlarla da əməkdaşlıq, xüsusilə Pakistan əməkdaşlıq və hətta Pakistan ki, nüvə dövlətidir. Gələcəkdə Pakistan əməkdaşlıq fonunda Pakistanın, Səudiyyə Ərəbistan və digərlərin bu baxımdan nüvə nöqteyi nəzərindən müdafiə etməsi kimi ideyalar yaranır. Ona görə də Səudiyyə Ərəbistanı mənə elə gəlir ki, hadisələr belə getsə bu inkişaf və bu mövcud bu beynəlxalq hüququn işləməməsi fonunda istisna deyildir ki, 1968-ci il nüvə silahının yayılmaması haqqında müqavilə özü bu günləri əhəmiyyətini itirə bilər. Hadisələrin gedişatı. Yadınızdadır, Birləşmiş Ştatların prezidenti Obamanın bir zero layihəsi var idi. Nüvə silahında zero, sıfır nöqtəyə çıxmaq. Bütün nüvə dövlətləri bunu imtina etsin. İmtina baş verdi mi? Yox. Bu gün də 9 dövləti nüvə dövlətidir. 193 dövlət BMT-nin baş məclisinin təmsil olunur və bu 9 dövlətindən əlavə 10, 11, 12, 13 və digər böyük dövlətlərin də, potensiallı dövlətlərin də nüvə silahına malik olma təhlükəsi var. Və mən şəxsən nüvə silahının yayılması və digər dövlətlərin də nüvə potensialına malik olması ideyasının əleyhinəyəm.